Sumqayıt şəhərində sakinlərlə birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciətlərinin yerində araşdırılması və qaldırılan məsələlərin operativ həlli məqsədi ilə növbəti səyyar qəbul təşkil olunub. Görüşdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, şəhərdə son illər həyata keçirilən abadlıq və yenidən qurma layihələri Sumqayıtın inkişafında yeni mərhələ yaradıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırıqlarına əsasən məhəllələrin kompleks şəkildə abadlaşdırılması, park və istirahət güşələrinin salınması, yolların və səkilərin yenilənməsi, yaşıllıq sahələrinin artırılması şəhər sakinlərinin rahatlığının təmin edilməsinə xidmət edir. Teymur Səmədov qeyd edib ki, həyata keçirilən layihələrin mərkəzində insan amili dayanır. O vurğulayıb ki, yaradılan nümunəvi məhəllələr sakinlərin gündəlik istirahəti, uşaqların təhlükəsiz əyləncəsi və yaşlı nəslin asudə vaxtının səmərəli təşkili üçün geniş imkanlar yaradır. Daha sonra çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbarov bildirib ki, şəhərin inkişaf strategiyası sakinlərin ehtiyac və gözləntiləri nəzərə alınmaqla həyata keçirilir. Onun sözlərinə görə hər bir müraciət diqqətlə araşdırılır, qaldırılan problemlərin həlli üçün aidiyyəti qurumlarla koordinasiyalı iş aparılır. Tədbirdə çıxış edən Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmailov isə bildirib ki, cəmiyyətin inkişafında ağsaqqalların rolu hər zaman mühüm olub. O qeyd edib ki, Ağsaqqallar Şurası sakinlərlə mütəmadi əlaqə saxlayır, onların təkliflərini dinləyir, sosial məsələlərin həllində yaxından iştirak edir və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir. Görüş zamanı söz alan sakinlər də şəhərdə son illər həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərini yüksək qiymətləndiriblər. Onlar yaşayış məhəllələrində yaradılan müasir şəraitə, abad həyətlərə, yaşıllıq zolaqlarına və istirahət məkanlarına görə minnətdarlıqlarını ifadə ediblər. Bununla yanaşı sakinlər yaşadıkları ərazilərdə mövcud olan bəzi kommunal və sosial məsələləri də diqqətə çatdırıblar. Qaldırılan problemlərin bir hissəsi yerində araşdırılaraq operativ həll edilib, digər müraciətlər isə icrası üçün aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb. Şəmistan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.